Hər kəs salamlayıram, əziz izləyicilər, dəyərli abituriyentlər. Deməli, bu günlərim sizə ixtisas seçimi ilə bağlı əsas 5 məqam və yaxud da bir neçə məqamları fikircə çatdıracağam. İxtisas seçimi necə olmalıdır? İxtisas seçimində hansı nüanslara diqqət yetirməliyik? Bununla bağlı önəmli bir video olacağını düşünürəm. Nəyə görə? Çünki ixtisas seçiminin əsas önəmini biz harda vurğulamalıyıq? Çünki ixtisas seçimi artıq sizin həyatınızı şəkilləndirəcək bir şeydir və həyatınızı şəkilləndirəcək bir şey olduğu üçün çox önəmli bir prosesdir və bu prosesi çox yaxşı şəkildə idarə etmək lazımdır. Bunu idarə etmək üçün valideynlərə ilk öncə bir fikir bildirmək istəyirəm ki, əgər siz özünüz ixtisas seçməyi bacarmırsınızsa və yaxud da bunu 5-10 manata görə bunu daha keyfiyyətli şəkildə eləməyin. Nəyə görə bunu səsləndirirəmsə? Çünki siz hazırlıqlara illərdir pul verirsiniz, sınaq imtahanları olsun, sınaq qrupları olsun, hazırlıq dərsləri olsun. Nə qədər pul verirsiniz? İstər bununla yanaşı məktəb daxili son zəngə, veçerə və ümumi istənilən xeyli şəkildə pul xərcləyirsiniz bununla bağlı və artıq son və ən əsas mərhələdə bəzi şeylərdən bəzi valideynlər artıq çəkinir və yaxud da eləmir bunları. Niyə? Çünki artıq elə onlarda bir doza olur. O dozanı ona görə qurtarmış hesab edirlər ki, artıq bizim bu təhsillə bağlı olan proses ən azı məktəb təhsilindən artıq olan proses, abituriyent təhsilindən olan proses bitir. Amma yox. Əsas məsələ burada ixtisas seçimi olacaq ki, ixtisas seçimi çox önəmli bir prosedurdur. Bu prosedurda qəti şəkildə heç bir laqeydliyə, heç bir qeyri-professionallığa gəlmir. Nəyə görə? Qeyri-professionallığa gəlmir. Nəyə görə? Çünki əsas burada məsələ nədən ibarətdir? Biz əgər abituriyentin gələcəyini burada həll edirik. Təbii ki, abituriyentlərin gələcəyini həll edən bir neçə prosedur var. Bu prosedurlardan biri qrup seçimidir. Artıq qrup seçimini özünüz edirsiniz. Mərhələnin başlanğıcını qoyursunuz. Amma bundan daha da önəmli bir şey olan ixtisas seçimidir ki, ixtisas seçimi artıq qrup seçimi və s. Bu proseslər olub, artıq bu son mərhələdə ixtisas seçimi edəcəksiniz. İxtisas seçimi zamanı nələrə fikir vermək lazımdır? 1. Yeni açılmış ixtisaslara fikir verin. Bu yeni açılmış ixtisaslar artıq həm biraz bal olaraq ilkin il olduğu üçün öz potensiallarından biraz aşağı şəkildə olacaqlar və bu ixtisasları seçməkdən qəti şəkildə çəkinməyin. Yeni universitetləri seçməkdən qəti şəkildə çəkinməyin. Region universitetlərini seçməkdən qəti şəkildə çəkinməyin. Deməli, yoldaşlar, əsas məsələ nədir? Mən sizə ən böyük verəcəyim məsləhətlərdən biri universitetə yox, ixtisasa görə ixtisas seçimi seçin. Nəyə görə? Deməli, bir yoldaşlar, əsas bir stereotip var bizim Azərbaycan xalqının beynində ki, nədir? Özəl və dövlət məsələsi. Və mən sizə əmin edə bilərəm ki, 99% özəl və dövlət arasında bir fərq yoxdur. Yəni, bu diplom Elm və Təhsil Nazirliyi tərəfindən verilir və ixtisası oxuduqdan sonra sizin özəldə və yaxud da dövlətdə oxumağınız bir şey kəsb eləmir. Əsas məsələ nədən ibarətdir ki, yaxşı təhsil alasınız və yaxşı təhsil aldığınız müddətdə özünüzü inkişaf elətdirəsiniz. Çünki universitetə gəldim, getdim, heç cür siz inkişaf eləyə bilməyəcəksiniz bu sahədə. Yəni bir limitli şəkildə bir inkişaf olacaq, amma siz özünüzü inkişaf elətdirsəz, müəyyən təşkilatlara, təcrübə proqramlarına, o cümlədən kurslara və s. bu tipi təşkilatlara qoşulsanız, sizin üçün daha yaxşı olacaq. Nəinki universitetə get-gəl monoton bir həyat yaşar. Yəni bu şəkildə o qədər çox inkişaf eləyəcəyinizi düşünmürəm. Bundan əlavə olaraq bir məsələ var ki, məsələn, bir abituriyent Bakı Dövlət Universitetində təhsil almaq istəyir. Amma o Bakı Dövlət Universitetinin 3-cü qrup tutaq ki, bu tələbədir. Bu tələbə Bakı Dövlət Universitetində nə hüquq fakültəsinə qəbul ola bilir, nə filologiya fakültəsinə qəbul ola bilir, Azərbaycan dili ədəbiyyat müəllimliyinə, nə dövlət ictimai münasibətlərə qəbul ola bilir, həm gəlir qəbul ola bilir İsrailşünaslığa və yaxud da digər başqa aşağı səviyyədə olan ixtisaslara. Təbii ki, abituriyent buna getməməlidir. Sırf Bakı Dövlət deyə durmamalıdır. Nəyə görə bunları deyirəm? Çünki sizə gələcəkdə işi hansı universitetdən məzun olmağınızdan asılı olmayaraq, hansı ixtisasda təhsil almağınız əsas prioritet götürülən məsələdir.
Ona görə əsas prioriteti siz ixtisasa verməlisiniz. Məsələn, tutalım ki, birinci qrup tələbəsi informasiya təhlükəsizliyinə Xəzər Universitetinə düşürsə, gedib orada da oxumalıdır. Çünki yəni normaldır orada. Təbii ki, universitetləri ixtisaslara görə universitetlər seçimi ola bilər. Amma universitetə görə ixtisas seçimi eləməyin. Necə deyə bilərəm? Məsələn, bir abituriyent qarşısına da 2 dənə deyək kompüter mühəndisliyi və ya da informasiya təhlükəsizliyi atıran belə bir ixtisasdır. Bu ixtisası seçərkən abituriyentin qarşısında 2 universitet seçimi var. Amma bu zaman universitet seçimi eləyə bilərsin. Nə mənada deyirəm? Deyək ki, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi kimi ixtisasları Bakı Dövlət Universitetinin yerinə oxuya bilər Azərbaycan Dövlət İqtisad Universitetində. Məsələn, riyaziyyatdır, hüquqdur, sonra Azərbaycan dil ədəbiyyat müəllimliyidir. Bunları da oxuya bilər abituriyent, yəni yaxşı şəkildə təhsil ala bilər. Bakı Dövlət Universitetində və Pedaqoji Universitetdə ingilis dili müəllimliyidir. Ola bilər Azərbaycan Dillər Universitetində və yaxud da Xəzər Universitetində. Yəni hər universitet müəyyən qədər bəzi ixtisaslar üzrə artıq ixtisaslaşmışdır. Yəni bunları nəzərə almaq lazımdır. Yoxsa belə deyim də, bir abituriyent Xəzər Universitetində oxumaq istəyirsə, amma onun şansı Bakı Dövlət Universitetində oxumağa yetirsə Azərbaycan dil ədəbiyyat fənni üzrə, onun Bakı Dövlət Universitetində oxumağa daha yaxşıdır. Nəinki Xəzər Universiteti. Bu məsələlər bu şəkildədir. Deməli, yoldaşlar, bundan əlavə olaraq başqa məsələlər də var, təbii ki, ixtisas seçimi ilə əlaqədar. İxtisas seçimini elədiyiniz təqdirdə statistikaları mütləq şəkildə müqayisə edin. Qəti şəkildə o keçən ilin ballarına baxaraq ixtisas seçimi eləməyiniz tam bir qeyri-professional bir hərəkətdir və çox zaman kəsiləcəksiniz siz. Əgər ahım-şahım bir bal toplamayıbsınızsa. Əgər yoldaşlar, ümumi ixtisas seçimi ilə bağlı məsələlər çoxdur. Təbii ki, bunları biz bir videoya da sığışdıra bilmərik. Ona görə bu video qısa şəkildə təqdim edirəm sizə ki, yəni bu məsələlərə diqqət edin, ən azından valideynlər, abituriyentlər izləsinlər və onların gələcəyində bizim də bir payımız olsun. Əgər ixtisas seçimi eləmək istəyirsinizsə 051 318 99 21 nömrəsindən əlaqə saxlayaraq bu prosesdə mən sizə dəstək ola bilərəm. Həm ixtisas seçimində, həm ixtisas seçimindən sonra portal Eduazdan qeydiyyatın keçirilməsi və s. bu tip məsələləri təşkil edəcəyik sizin üçün. Həm də hər abituriyentlə bir saat vaxt ayıracağam. Onlarla həm istədiyi ixtisaslar, həm dövrün tələbi olan ixtisaslar, universitetlərlə bağlı məlumat verəcəm. Sizə uğurlar arzu edirəm. İnşallah ikinci cəhd imtahanında artırarsınız və istədiyiniz ixtisasa düşərsiniz. Hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm.